Usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə gününün və İmam Rıza əleyhissalamın Mövlud gününün xeyir və bərəkətindən bütün İslam ümmətinə inayət etsin. Allah Taala bu günlərdə olan bütün ibadətləri, duaları dərəcəyi qəbul etirsin inşallah. Allah Taalanın Əsmaül Hüsnada gözəl adları içərisində Qərib ismi barəsində danışdıq. Qərib, Əl-Qərib, yəni daha yaxın olan deməkdir. Cövşən Kəbir duasında var. Deyir, ya qərib min kulli qərib. Ey o yaxın ki, hər yaxın olandan bizə yaxınsan. Hər bizə yaxın olandan sən bizə yaxınsan. Allah Taalaya bu cürlə duada xitab olunur. Və həqiqətən Allah Taalanın bizə yaxınlığını Allah Taala bizə başa salmaq üçün Quran-ı Kərimdə neçə ayələrdən istifadə edir. Və həmin ayələrə keçməzdən öncə ilahi bir bağlılığı bir xatırlamaq istəyirəm. Allah Taala ilə bizim bir bağlılığımız var, bizim bir rabitəmiz var. Allahla olan bağlılığımız var, rabitəmiz var. O rabitəni biz harda görürük? Yəni Allahdan bizdə nəsə var. Allahdan bizdə nəsə var. Allah Taala Adəm əleyhissalamın yaradılışı barəsində buyurur. Buyurur ki, Adəmi biz yaratdıq. Yaradılış formasını deyir, torpaqdan yaratdıq. Ondan sonra nə cür yaratdıq? Onların hamısını Allah Taala buyurur ki, فَإِذَا سَوَّيْتُهُ Adəmi ki, formaya salandan sonra Allah Taala buyurur ki, وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِ Ona öz ruhumdan üfürdüm. İndi Allah Taala öz ruhumdan üfürdüm, məqsəd nədir, bunun nə mənası var? Onsuz da hələ biz bilirik ki, ruh bizim dinimizdə elə bir məna kəsb edir ki, tam şəkildə bunun açıqlamasını heç kəs verə bilmir. Quran-ı Kərimdə İsra surəsində Allah Taala buyurur ki, Peyğəmbər ruh barəsində səndən soruşduqları zaman cəmaət soruşurdu ki, Peyğəmbər bu ruh necə varlıqdır? Yəni bu günləri bizim cismimizi gətirən, hərəkətə gətirən bizim ruhumuzdur. Bu ruh necə varlıqdır? Allah Taala buyurur ki, Peyğəmbər onlara cavab verginən ki, bu barədə mənə az bir elm verilib. Yəni Peyğəmbər az bir elmlə məlumatlı olduğu halda bizim bu barədə çox məlumat əldə etməyimiz mümkünsüz bir şeydir. Və o cümlədən ikinci bir ayəni xatırlamaq istəyirəm. İkinci ayə ondan ibarətdir ki, Allah Taala İsa əleyhissalamın yaradılışı barəsində buyurur. Bilirik ki, İsa əleyhissalamın da yaradılışı çox möcüzəvi bir yaradılış idi. Allah Taala buyurur ki, İnnə məsələ İsa indəllah İsa'nın məsəli, İsa'nın misalı Allah yanında kəməsəli Ədəm. Adəmin misalı kimidir. Adəmin misalı kimidir. Yəni, nə cürünə? Allah Taala ayədə buyurur ki, فَنَفَخْنَ فِيهِ مِنْ رُوحِنَا Başqa bir ayədə Allah Taala buyurur ki, İsa əleyhissalamın dünyaya gəlməsi üçün öz ruhumuzdan üfürdük. فَنَفَخْنَ فِيهِ مِنْ رُوحِنَا وَجَعَلْنَاهَا Onu biz qərar verdik. Yəni, İsa əleyhissalamı qərar verdik. وَبْنَاهَا Onun anasını qərar verdik. Əyətən lil ələmin Aləmlər üçün bir nişanə, bir nümunə qərar verdik. Yəni, bu ayələr bizə göstərir ki, Allah Taaladan bizdə nəsə var. Allah Taaladan biz insanlarda nəsə var. O cümlədən, başqa bir ayədə Allah Taala buyurur ki, İnnə lilləhi Həqiqətən insanlar, biz Allah tərəfindənik. Allah tərəfindən gəlmişik. İnnə lilləhi və innə ileyhi raciun Və biz Allaha tərəf də qayıdacağıq. Yəni, insan, bəşər Allah tərəfindən gəlib, Allaha tərəf qayıdacaq. Bu həmin bağlılıqla yanaşı Allah Taala bizə öz yaxınlığını izah etmək istəyir ki, Allah Taala bizə nə qədər yaxındır? Nə qədər yaxındır Allah Taala bizə? Bu ayələr ki, oxuyacağım sizin üçün, bu ayələri ariflər
irfan mövzusunda danışırlar. Yəni Allahı tanımaq, Allah şünaslıq barəsində bu ayələrdən istifadə edirlər. Ayələr həqiqətən geniş bir mənanı ifadə edir. Mən bu ayələr barəsində ona görə bu cür deyirəm ki, bunun təkcə tərcüməsi ilə kifayətlənmək olmaz. Bunu 1, 2, 3 cümlə ilə ifadə etmək o demək deyil ki, bu ayənin tam mənasıdır. Həqiqətən bu ayələr barəsində neçə cümlələr danışsaq bəlkə azdır. Neçə cild kitablar yazılsa belə azdır. Ayədə Allah Taala buyurur ki: "Və ləqəd xələqnəl insan." Həqiqətən insanı biz yaratdıq. "Və ləqəd xələqnəl insan." Allah Taala buyurur ki, bəzi tərcümələrdə bu cürdür. And olsun ki, insanı biz yaratdıq, Allah Taala buyurur. Bəzən bu ayələrin səbəbi nüzulu, şəni nüzulu bu barədə danışırlar ki, o vaxtlar ki, var idi ki, insanlar Allah Taala barəsində şübhə edirdilər. Elə Allah Taala onların şübhəsinə cavab olaraq təkidlə buyurur ki, "Və ləqəd xələqnəl insan." İnsanı biz yaratdıq. Əvvəllərdə biz danışmışıq, bəzi ayələr var ki, həmin ayələrdə Allah Taala mən demir, biz deyir. Ümumilikdə Quran-ı Kərimə diqqət etsək, görərik ki, Quran-ı Kərimdə Allah Taala hələ o böyüklük sahibi olan Allah, hər şeyi yaradan, xəlq edən Allah Taala mən sözündən çox az istifadə edir. Bu hələ bütün Quran-ı Kərimə baxsaq, mən sözündən çox az istifadə edir Allah Taala. Əksəriyyət sözlərinə baxsaq, biz etdik, biz yaratdıq, biz qərar verdik. Bunu təfsirçilər neçə dənə mənada izah edirlər. Birincisi Allah Taala bizə təvazökarlıq öyrədir. Yəni, bu qədər şeyi mən yaratdığım halda biz deyirəmsə, siz kiçik bir iş gördüyünüz halda mənəm eləməyin. Allah Taala bizə biz olmağı öyrədir. Yəni, vəhdət olmağı, birlik olmağı öyrədir. O cümlədən hələ Fatihə surəsində də Allah Taala buyurur: "İyyəkə nəbudu və iyyəkə nəstəin." Fatihə surəsində hamımız bu cümləni, bu ayəni oxuyuruq. Yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik. Allah Taaladan bu cür deyirik. Baxsaq görərik ki, fərdi şəkildə ibadət etsək belə, hamımız bu ayəni biz ibadət edirik. Biz kömək istəyirik, deyirik. Allah Taala öyrədir ki, biz olun, cəm olun, vəhdət olun, parçalanmayın. Allah Taala bizlərə bunu aşılamaq istəyir, bizə öyrətmək istəyir ki, siz nə qədər bir olsunuz, siz nə qədər vəhdətdə olsunuz, siz nə qədər cəm olsunuz, o qədər güclüsünüz, o qədər qüvvətlisiniz. Elə ki, siz parçalandınız, pərakəndə halına düşdünüz, zəifləyəcəksiniz. İkinci təfsirçilərin rəyi budur ki, Allah Taala ki buyurur xələqnə kəlməsini biz yaratdıq. İkinci təfsirçilər deyir ki, o ayədə ki, o işlərdə ki, mələklərin də iştirakı var. Mələklər də iştirak edib. Və o səbəbdən Allah Taala onların əməyini zayi eləmir. O mələklərin də iştirakı olmasına Allah Taala buyurur ki, biz yaratdıq. Yəni, orada mələklərin də zəhməti, əməyi olduğu üçün. Hər halda Allah Taala buyurur ayədə ki, وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ And olsun, insanı biz yaratdıq. وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسَهُ Allah Taala buyurur ki, biz insanın ona nəfsinin nə cür vəsvəsə etdiyini bilirik. Nələrdən onu vəsvəsə etdiyini xəbərdarıq. Allah Taala buyurur ki, insana nələr vəsvəsə edir, ondan xəbərdarıq. Nə ona vəsvəsə edir nəfsi, onu biz bilirik. Nə qədər yaxındır Allah Taala bizə? Allah Taala öz yaxınlığını bizə başa salmaq istəyir. Bir nə qədər yaxındır Allah Taala bizə? Buyurur, وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ Biz insana onun şah damarından da yaxınıq. Biz insana onun şah damarından da yaxınıq. Yəni, insanın yaşaması üçün
şah damarının nə qədər əhəmiyyəti var, nə qədər önəmi var. Allah Taala buyurur ki, ona biz şah damarından da yaxınıq. Başqa bir ayədə Allah Taala bəndəyə olan yaxınlığını bu cürlə izah edir. Buyurur ki, hamı olub da can verən insanın yanında olub hamı. Allah Taala buyurur ki, o can verən insanın yanında və nəhnu əqrəbu ileyhi minkum. Allah Taala buyurur ki, biz ona sizin yaxın olduğunuzdan da yaxınıq. Hansı ki, adam can verən halda onun ətrafına yaxınları, qohumları toplaşır, cəm olur. Allah Taala buyurur ki, siz ona yaxınsınız. Amma sizdən daha yaxın olan mənəm. Və nəhnu əqrəbu ileyhi minkum. Sizdən daha yaxın olan mənəm. Vələkin la tubsirun. Lakin siz onu görmürsünüz. Siz Allah Taala'nın sizə olan yaxınlığını görmürsünüz. Başqa bir ayədə Allah Taala bəndəyə nə cür yaxındır? O barədə buyurur. Buyurur Allah Taala ki, va'ləmu, bilin. Va'ləmu ennəllah, bilin ki, Allah Taala yəhulu beynəl mər'i və qəlbi. Allah Taala insanla onun qəlbinin arasındadır. Yaxınlığa bir diqqət edin. Yaxınlığa bir diqqət edin. Deyir Allah Taala buyurur ki, yəhulu beynəl mər'i və qəlbi. İnsanla onun qəlbinin arasındadır. O bəzi insanlar var ki, deyir Allah insanın qəlbində olsun, Allah insanın qəlbində olsun deyirlər. Amma fikirləşmirlər ki, Allah Taala onlara qəlbindən daha yaxındır. Deyir, qəlbi ilə insanın arasında da Allah Taala. Və ənəhu ileyhi tuhşərun. Allah Taala buyurur ki, bilin hamınız hamılıqla Allah Taala'nın huzurunda toplaşacaqsınız. Allahın huzurunda cəm olacaqsınız. Allah Taala'nın bizə yaxınlığını Allah Taala bu cür izah edir. Bəzi insanlar elə dünyada ikən Allah Taala'nın yaxınlığını dərk edirlər. Elə dünyadan köçəndə demir Allaha qovuşdu. Elə dünyada da Allahla idi, dünyadan köçəndə də Allaha qovuşdu. O həmin insanlardan, o həmin şəxslərdən birinin duasını Allah Taala xüsusi olaraq Quran-ı Kərimdə ayə şəklində buyurur. O kimdir? O, Fironun həyat yoldaşı Asiyə xanımdır. Asiyə binti Məzahim. Asiyə xanımdır. Fironun həyat yoldaşıdır. Asiyə xanım bu cürlə dua edir. Allah Taala'ya bu cür dua edir. Onlar ki, Allahın yaxınlığını dərk edirlər. Allahın yaxınlığını hiss edirlər. Deyir, ilahi, qalət, həmin xanım buyurur, qalət Rəbbibnili indəkə beytən fil cənnə. İlahi, cənnətdə sənin yanında bir ev istəyirəm. Burada sənin yanında olmaqdan məqsəd budur ki, məcazi mənadadır. Yəni, elə bir ev istəyirəm ki, o ev daha sənə yaxın olsun. Məsələn, bu günləri bizim məscidə gəlməyimizin əsas məqsədlərindən biri Allah Taala'ya yaxın olmağımızdır. Biz evdə də ibadət edə bilərik, yaxud hər hansısa bir yerdə ibadət edə bilərik. Amma bu həmin məsciddə ibadət etməyimiz Allah-u Taala'ya daha yaxın olmağımız üçün bir vasitə olmasını diləyirik. Allah Taala'dan duamız budur ki, Allaha yaxın olmağı Allah Taala bizlərə dərk etməyi nəsib etsin. Allah Taala'dan duamız budur ki, Allah Taala'nın bizə yaxın olduğu kimi bizim də Allah Taala'ya yaxın olmağımızı nəsib etsin. Allah Taala qəlbimizdən keçən gizli, aşkar dualarımızı qəbul etsin. Allah Taala'dan duamız budur ki, inşallah Allah Taala bütün dualarımızı dərəcəyi qəbul yetirsin. İnşallah.